Növbəti inteqrasiya sualımızda deyir ki, şagirdlərə Azərbaycan tarixində mühüm rol oynamış, biri erkən dövrə, digəri isə 19-cu əsrin birinci yarısına aid olan iki tarixi şəxsiyyəti seçib, onların fəaliyyətindəki məqsədləri və həmin dövrün şərtlərini nəzərə alaraq, onların daxili siyasəti ilə bağlı qərarlarını əsaslandırmaq tapşırılır. Verilmiş bu situasiyada müəllim deyir, hansı inteqrasiyanı reallaşdırmış olur. Tapşırığımıza baxırıq. Burada deməli, şagirdlərdən tələb olunan iki əsas element var. Baxın, bunlardan birincisi erkən dövrün hökmdarları, ikincisi də 19-cu əsrin tarixi şəxsiyyətlərindən birini seçib, deməli, onların nə edir? Fəaliyyətindəki məqsədləri, eyni zamanda həmin dövrün şərtlərini nəzərə almaqla onların daxili siyasəti ilə bağlı qərarlarını əsaslandırmaq tapşırılır. Hər iki situasiyada, belə deyək, hər iki element Azərbaycan tarixi ilə bağlı olduğuna görə biz bunu fəndaxili inteqrasiya kimi götürürük. Çünki bu iki fərqli zaman kəsiyində hadisələri bir-biri ilə əlaqələndirmək şagirddən tələb olunur. Bu da bizim situasiyamızda fəndaxili inteqrasiyadır. Çünki eyni bir fənnin daxilində qaldığı üçün deməli, bu situasiya birbaşa fəndaxili inteqrasiya sayılır. Ona görə də bizim doğru cavabımız A variantıdır.